həm qarın boşluğu orqanlarının işini yaxşılaşdırır. Eyni zamanda kişiliyə yaxşı təsir edir. Kişi cinsi funksiyasına yaxşı təsir edir. Yəni qarın presinin yaxşı olması kişi cinsi funksiyası üçün çox vacib bir şeydir. Qadınlarda da bunun özü xeyri var. Əlbəttə qadına da lazımdır. Amma bizdə söhbət kişilərdən getdiyi üçün bu barədə bunun əsas danışıram. Yəni bu varikosele məsələsi belə. İndi çox insanlar bilmir, qəflətən gedib düşür cərrahın əlinə. Cərrah da deyir ki, ha, gəl tez kəsək, məsələni həll eləyək. Yəni birinci dərəcədə, ikinci dərəcədə əgər ağırlaşmalar yoxdursa, ağırlaşmalar burada suallar var ki, ağırlaşmalar nəyi nəzərdə tutur? Ağırlaşma odur ki, şəxsdə ağrı olur, narahatçılıq olur, sperma faizi kəskin düşür, güclü orada reflüks olur, yəni geri qayıtma olur. Yəni damarın içində, venoz damarın içində klapan olur. O klapan imkan vermir ki, qan geri qayıtsın. Bəzən o klapan sistemi xarab olur, işləmir. Nəticədə o qanı buraxır. Yəni keyfiyyətini itirir klapanlar. Ha, belə hallarda yəni görsək ki, müalicə eləyirik, baxırıq. Effekt alınırsa lap yaxşı. Əgər effekt alınmırsa, biz onda pasiyenti cərraha yönləndiririk. Yəni işi bu şəkildə qurur. Amma mən inanın ki, bacardıqca çalışıram ki, nəinki varikoseledə, istənilən hallarda maksimum çalışırıq ki, məsələ cərrahi yolla həll olunmasın. Məsələni müalicə ilə həll eləyək. Amma məcbur olanda biz xəstəni cərraha yönləndiririk. Yəni istənilən halda belə olmalıdır. Yəni hər bir problem oldu, yəni buradan insanlara müraciət edirəm. Dərhal cərrahın üstünə getmək düzgün deyil. Birinci çalışmaq lazımdır ki, məsələni bıçaqsız həll eləyəsən. Yəni müdaxiləsiz həll eləyəsən. Əgər müdaxiləsiz həll eləyə bilirsənsə, çox yaxşı olur. Yox, əgər bununla mümkün olmursa, artıq məcbursan ki, cərraha müraciət edəsən. Burada suallar keçir, belə görürəm, deyirlər ki, bu müayinənin qiyməti neçəyədir? Yəni mən işlədiyim klinikada yaxşı mütəxəssis var. İstəyərsiz bizim klinikada, kim istəyər özünə yaxın olan klinikada. Yəni xayaların uzi dopleri bizim klinikada 60 manatdır qiyməti. Yəni həm xayalar uzi olunur, həm dopler olunur, yəni xaya damarları yoxlanılır və onların vəziyyətinə qiymət verilir. Bunun əsasında biz müalicəmizi aparırıq. Müalicə kursu 3 ay çəkir, nəyə görə? Bu damar yığmaq çox çətin bir işdir. 3 aydan sonra təkrar bir